Bugün çox qəşəng bir seminara gəlmişəm, təlimə. Ümumilikdə hər şeyi paylaşacağım. Marketingdə də belə gedir. Mən marketingi Türkiyədə Çankırıda qiyadi şəkildə qurtarmışam. Demoqrafik analizi sırf mən türk hocalardan öyrənmişəm. Yəni burada hansısa bir kursda eşitməmişəm. Nə deyəcək? Psixografik analizi görüntüləyən şəxslərdir. Hansı ki, bir ay ərzində yazdırır, son 30 gündə, məsələn, 50'lik görüntüləmə. Baxın, bu bizim real izləyicilərimizdir. Siz düşünməyin ki, sizin 100 dənə takipçiniz var, siz zəifsiniz. Xeyr.